Salam dostlar, mən Onur Rəsulov, Asfinlabdan. Bugün Amerikada keçən həftə əmək bazarı ilə bağlı açıqlanan dataları və bu həftə açıqlanacaq inflyasiya gözləntilərini şərh etməyə çalışacağıq. Ümumiyyətlə, əgər siz maliyyə bazarına ticarət edirsinizsə və yaxud da bu sahədə yaxından uzaqdan əlaqəniz belə yoxdursa, əslində Amerikanın əmək bazarında olan tendensiyaları mütləq izləmək lazımdır. Xüsusilə inflyasiya olan tendensiyaları izləmək lazımdır. Çünki Amerikan iqtisadiyyatında baş verən problem hər kəsin problemidir. Səbəb odur ki, Amerika 38 trilyondan çox belə deyək borcu daşıyan bir ölkədir və o cümlədən də istər fondlar olsun, şirkətlər olsun, fərqli-fərqli ölkələrdən, həmçinin fərdi belə deyək, investorlar olsun ki, onların vəsaitləri böyük əksəriyyəti Amerikan səhəm bazarında, fond indekslərində ticarət edilir ki, Amerikan iqtisadiyyatında olan tendensiyaları izləmək çox vacibdir. Çünki Amerikan iqtisadiyyatında hər hansı bir resessiya riski artarsa və ya böhran riski artarsa, bu bütün dünyanı üçün belə deyək bir risk təşkil etmiş olur. İndi gəlin baxaq görək, keçən həftə nə baş verdi. Ondan öncə mən 3 həftə əvvəl dollara nə olacaq və qlobal bazarlara nə baş verir adlı videomda, YouTube kanalında olan videomda Amerikan əmək bazarının strukturunda kifayət qədər problemlərin olduğunu qeyd etmişdim və non-farm payrolls, yəni qeyri-kənd təsərrüfatında sahəsində açılan iş yerlərinin sayının əslində 2025-ci il üçün yəni revision edildikdən sonra əslində 861 min iş yerinin açılmadığı üzə çıxmış oldu ki, bu da kifayət qədər əmək bazarının strukturunun zəif olduğunu, əslində iş yaratma potensialının zəif olduğunu qeyd etmişdim və əslində bu son çıxan göstərici bunu təsdiqləmiş oldu. Diqqət yetirin, mart ayının 6-sında artıq non-farm payrolls açıqlanmış oldu. Fevral ayında 92 min iş yerinin açılmadığı üzə çıxdı. Yəni 92 min iş yerinin bağlandığı üzə çıxdı. Halbuki iqtisadçılar belə deyək, 58 min yeni iş yerinin açılacağını proqnoz etmişlər. Tam əksinə 92 min iş yerinin bağlandığı üzə çıxdı. Bu əslində çox narahat edici bir faktordur. Ümumi işsizlik səviyyəsinin isə belə deyək 4,4%-ə yüksəldiyi üzə çıxmış oldu ki, bu 4%-in üzərində təxminən Amerikada deyək, ümumi işsizlik səviyyəsi 1 ilə yaxındır ki, 4%-in üzərindədir. Və bildiyimiz kimi Amerikada federal ehtiyatların 2 mandatı vardır. Biri inflyasiya, yəni inflyasiyanı 2%-ə gətirmək, digər tərəfdən isə işsizlik səviyyəsini 4%-in altına salmaqdır. Fedin əsas 2 mandatı var ki, bu belə deyək, ötəriləri yerinə yetirmək üçün faiz dərəcəsini bu datalara əsasən yüksəldir və ya da aşağı çəkir. İndi bu son olaraq Amerikada ümumi işsizlik non-farm payrolls'ın 92 min mənfi, yəni 92 min açıqlanması, iş yerlərinin bağlanmasına diqqət etirsək, biz 2000 təxminən 20-ci ildən bəri demək olar ki, belə deyək, yeni iş yerlərinin sayının açılması sənin bircə dəfə mənfi olmuşdu. Belə ki, 8 yanvar 2021-ci ildə dekabr ayı üçün belə deyək, mənfi 140 min yeni iş yeri bağlanmışdı. Lakin ondan bəri yalnız belə deyək müsbət olmuşdu. Yəni iş yerləri artan tendensiya ilə getmişdi və açılması artan tendensiya ilə davam etmişdi və yaxud da ki, gözləntinin altında olsa belə iş yerlərinin bağlanması olmamışdı. Lakin mart ayında artıq belə deyək açıqlanan datada fevral ayında 92 min iş yerinin bağlandığı üzə çıxdı. Təbii bunun əsas səbəbi kimi fevral ayında həmin belə deyək bəzi ştatlarda soyuqlardan dolayı iş yerlərinin bağlanması ola bilərdi. Xüsusilə belə inşaat sektorunda və həmçinin transportation, nəqliyyat və əlavə olaraq da səhiyyə sahəsində bəzi iş yerlərinin bağlandığı ilə bağlı faktorlardan dolayı mənfi açıqlandığı deyilir. Lakin ümumi baxdıqda isə qeyd etdiyim kimi Amerika əmək bazarının, yəni iş yaratma funksiyasında problemlər var. Bunun bir səbəbi də əslində süni intellektdir. Deməli 2023-cü ildə süni intellektin əmək bazarına təsirinin 3% olduğu deyilir. Hal-hazırda isə artıq o təsir 10%-ə yüksəlib. Yəni bir çox sahələrdə artıq süni intellekt belə deyək insanlara əvəz etməyə başlayıb və bu tendensiyanın diqqət etsəniz 2023-cü ildə 3% isə indi 10%-dir və bu tendensiyanın sürətlə artacağı gözlənilir. Bu baxımdan əslində süni intellekt də buraya bir mənada düzdür, hələ kiçikdir, amma neqativ təsiri vardır ki, artıq belə deyək non-farm payroll sahəsində açılan iş yerlər ağ köynəklilər belə deyək, bəyaz yakalılar deyirlər onlara, white collar jobs və yaxud da işlərdir ki, onlar belə deyək intellektual əməklə məşğuldurlar və ya da masa arxası işlərlə məşğuldurlar ki, artıq bu işlərin süni intellektlə əvəz edilməsi də əslində bu dataya təsir edən faktorlardan birisidir. Yəni Fed faizi aşağı salsa belə, süni intellekt bir mənada istənilən nəticəni əldə etməyə artıq get-gedə daha çox mane olmağa başlayacaq. Bunu biz yaxın aylarda görəcəyik eyni zamanda. İndi bu ilk dəfədir ki, belə deyək, təxminən 2021-ci ildən bəri ilk dəfədir ki, iş yerlərinin bağlandığını görürük. Əgər biz növbəti ayda açıqlanacaq. Yəni mart ayında da bu tendensiyanın davam etdiyini görsək, o zaman əmin ola bilərik ki, bəli, 2 aydır ki, ard-arda iş yerlərinin bağlanma faktoru varsa, deməli Amerikanın əmək bazarında kifayət qədər problemlər var. Bəs Amerikanın əmək bazarında problemin olması bizə nə dəxli var və ümumiyyətlə səhəm bazarına və ya da qlobal iqtisadiyyatına nə əlaqəsi var? Deməli bildiyimiz kimi Amerikan iqtisadiyyatının 70%-i daxili istehlaka əsasən formalaşır. Əgər daxili istehlakın artması üçün və ya da onun davamlılığı üçün mütləq şəkildə əmək bazarının güclü olması lazımdır. Əmək bazarında tendensiyanın, iş yaratma qabiliyyətinin zəifləməsi istehlakın azalmasına və o cümlədən Amerikan iqtisadiyyatının resessiyaya girmə təhlükəsi yaratmış olur ki, təbii Amerikanın resessiyaya girməsi qeyd etdiyim kimi qlobal bazarlara kifayət qədər risk təşkil edir və Amerikan istiqraz bazarında, bond bazarında satışların artmasına və belə deyək, sistemin kövrək olan sistemin bir anda belə deyək, dağıdıcı şəkildə çökməsinə səbəb ola bilər. Təbii bu bir qorxu hekayəsi deyil. Yəni sabah olacaq anlamına gəlmir. Lakin datalar neqativ gəlməyə davam edərsə, təbii ki, investorlar Amerikan səhəm bazarından vəsaitlərini çəkə bilər və həmçinin də istiqraz bazarında tələb aşağı düşə bilər ki, bu da resessiya qorxusunu artıra bilər. Və biz mütləq şəkildə bu datanı yaxından izləməliyik ki, ümumiyyətlə non-farm payrolls növbəti ay necə açıqlanacaq. Biz baxırıq ki, Amerikanın əmək bazarında hal-hazırda problem var. Bu problemi həll etmək üçün Fed faizi aşağı salmalıdır.
Fed faizi aşağı salması üçün eyni zamanda inflyasiyaya nəzarət edir. Dediyimiz kimi ikinci bir mandatı eyni zamanda inflyasiyadır. Biz baxırıq ki, illik əsasda inflyasiya bir öncəki dəfə 2,4% açıqlanmışdı və bu həftə ərzində, yəni bu həftənin 3-cü günü açıqlanacaq və 2,5% proqnoz edilir. Əgər inflyasiya, yəni Consumer Price Index, istehlakçı qiymət indeksində artım olmazsa və yaxud da cüzi səviyyə şəkildə tutaq ki 2,6 olarsa və yaxud da azalma olarsa, bu Fedin faizi aşağı salma ehtimalını yüksəltmiş olacaq. Lakin əsas qorxu hardadır? Neftin qiymətinin yüksəlməsindən dolayı inflyasiyanın artma təhlükəsi var. Və bunun davamlı olma təhlükəsi var ki, əgər inflyasiyada sürətli artım olarsa, Fed faiz artımını gecikdirə bilər və təbii ki, bu da zəif olan əmək bazarındakı problemləri daha da artıra bilər. Digər tərəfdən inflyasiya aşağı olarsa, dediyim kimi, Fed mütləq şəkildə faizləri aşağı salacaq ki, faizi aşağı salsın, iş yerlərinin açılmasını, investisiyanı təşviq etmiş olsun bir mənada və əmək bazarındakı problemi həll edə bilsin. İndi bu baxımdan əmək bazarında biz bilirik ki, datalar negativdir. Ümumi işsizlik səviyyəsi 4,4-dür. Non-farm payrası -92 mindir. Deməli, Fed mütləq faiz aşağı çəkməlidir. İnflyasiyanın isə bu həftə açıqlanacaq inflyasiya bizim üçün çox vacibdir və inflyasiya göstəricisi belə deyək, Fed üçün bir işarə olacaq ki, biraz daha mı gözləyim, yoxsa faizləri aşağı mı salım? Mənim şəxsi fikrim odur ki, Fed bu ehtimalla faizi aşağı çəkəcək. Çünki inflyasiya hələ ki qorxulu bir səviyyədə deyil. Və əlavə olaraq Amerikada təkcə inflyasiya belə deyək, istehlak belə deyək, xərcləmələri deyil, eyni zamanda istehlak qiymət indeksi deyil, eyni zamanda Fedin yaxından izlədiyi core personal consumption expenditure ilə də ölçülür. Yəni şəxsi xərcləmələrlə də ölçülür. Bu core, yəni ki, əsas burada enerji və qida məhsulları çıxılmaqla yerdə qalan sahələrdə ümumiyyətlə xərcləmələr artıbmı, azalıbmı, onu ölçməyə çalışır və Fedin yaxından daha çox izlədiyi bir datadır ki, o qərar versin ki, inflyasiya artırmı, faizi belə deyək, saxlayaqmı, yüksəldəkmi, yoxsa faizi azaldaqmı? Bu baxımdan biz eyni zamanda bu şəxsi istehlak xərcləmələrini də yaxından izləməliyik. Yanvar ayı üçün 0,4% olacağı proqnoz edilir. İllik əsasda isə 3,1% olacağı proqnoz edilir. Qeyd etdiyim kimi, inflyasiyanın mən şəxsən aşağı gələcəyini düşünürəm və yəni 2,5 ətrafına gələcəyini düşünürəm və bu baxımdan əslində Fedin faizi azaltma ehtimalının yüksək olduğunu düşünürəm. Lakin neftin qiymətinin uzun müddətdə yüksək qalarsa, yəni bu yuxarı qiymətdə qalarsa, bu təbii ki, ümumi enerji qiymətlərinə təsir edə bilər və o cümlədən də dolayısıyla inflyasiyanın artmasına səbəb ola bilər. Qeyd edək ki, neftin qiyməti hal-hazırda 102 dollarda ticarət olduğunu diqqət etsəniz, mən dünən bununla bağlı öz səhifəmdə postda paylaşmışdım ki, ümumiyyətlə bazarlarda belə deyək, qısa vədəli trendlər 3 gün, 5 gün və həmçinin 7 gün yaşayır. Diqqət edin, bizim sistemimiz əslində 27 fevralda, belə ki, hələ Amerika İranı vurmamışdı. Bilirsiniz, Amerika İranı 6-cı gün, yəni bazarlar işləməyən vaxtı vurmuşdu. Və 27 fevralda alış siqnalı vermişdi. Belə ki, həmin günün bazar artıq həmin günün birinci səviyyəsinin üzərində bağlamışdı. Bu da bazara alıcıların daxil olduğunu göstərirdi. Artıq bazar ikinci gün, yəni ayın ikisində açılanda, birinci gün açılanda gapla açılmış oldu, yüksəlişə davam edirdi. İndi diqqət etirin, bazar 1, 2, 3, 4, 5, 6, bu gün də 7-ci gündür ki, yüksəlişlə davam edir. Yəni bu trend davam edir və mən dünən qeyd etmişdim ki, yüksəliş və yaxud da ki, range ticarəti gözləyirəm. Faktiki olaraq diqqət etsəniz, bazar bir gapla açıldı. Lakin bazarlar açılandan sonra bir çox ölkələr artıq öz rezerv ehtiyatlarını çıxara biləcəyini, sata biləcəyi ilə bağlı razılıqla G7 ölkələrindəki neft ehtiyatlarının satışı ilə bağlı belə deyək, danışıqlar prosesinə başladığını qeyd etmiş oldu və bazar kəskin şəkildə bu yüksəlişi aşağı korreksiya etmiş oldu. Lakin qeyd etdiyim kimi dostlar, mən bunu xəbərlərə baxaraq deyil, yəni post-faktum şərhləri mən əsla sevmirəm. Çünki siz bir hadisə baş verir, ondan sonra milyonlarla xəbər çıxır və onları şərh etmək özündə bir məna kəsb etmir. Mən bunu statistik analiz əsasən qeyd etmişdim ki, bazarlarda trend 7 gün yaşayır və hələ bazar açılmamışdı mən bunu paylaşanda öz səhifəmdə. Faktiki olaraq bazar bu gün ranging ticarətindən müşahidə olundu. Diqqət etdim, yüksəlişi tam aşağı korreksiya etmiş oldu və sabah da əslində bazarda mən satış siqnalının formalaşacağını gözləyirəm. Çünki dünya bu nefti, ümumiyyətlə xüsusilə qərb ölkələri bu qiymətdən nefti həzm edə bilməz. Bu mümkün deyil. Bütün dünyada bir çöküş, yəni iqtisadi çöküşə apara bilər bu qiymətdən bu səviyyədə qalması. Bunu əldə etmək üçün təbii ki, hər bir ölkənin strateji neft ehtiyatları var. Amerikanın özünün nefti var, strateji neft ehtiyatları var. Həmçinin Venezueladan, belə deyək, dünyanın ən zəngin neft ehtiyatları olan Venezueladan neft belə deyək, ixracatını təşviq edə bilərlər. Rusiya sanksiyalarının götürülmə məsələsi var. Yəni bu təkcə Hörmüz boğazı ilə, təbii ki, Hörmüz boğazı çox önəmlidir. Gündəlik 20 milyon barel neft daşınır oradan. Lakin belə deyək də, ümumi çöküş var isə dövlətlər oturub gözləməyəcək ki, bu müharibə uzansın və yaxud da ki, artıq nə olubsa olsun, neftin qiyməti necə olsa biz gözləyəcəyik. Belə bir şey ola bilməz. Dərhal müdaxilə edəcək və neftin qiymətinin aşağı çəkilməsi üçün bütün belə deyək də fəaliyyətlərini edəcəklər. Yəni bu baxımdan mən şəxsən neftin qiymətinin bu səviyyədə qalacağını, yəni baxıram sosial şəbəkələrdə hər kəs onu paylaşır. Neft uçur 200 dollar deyən var, 116 dollar deyən var. Bunu dünya iqtisadiyyatı həzm edə bilməz. Və digər tərəfdən də qeyd edirəm, trading baxımından neftin qiyməti artıq aşağı yönlü korreksiya etməlidir. Səbəb odur ki, çox vaxt fundamentallar uzun vədədə işləyir. Qısa vədədə belə deyək spekulatorlar, traderlar neftin qiymətini fundamentallara baxmır. Onlar statistik gerçəkliyə baxmırlar ki, neft neçə siqma uzaqlaşıb ortalamadan artıq bir səviyyə çatırsa oradan alıcı tapılmır və dərhal onu şoklayırlar. Necə ki, neftin qiyməti 2019-cu ildə mənfiyə getmişdi. Heç kimin gözləmədiyi bir şeydir. Yəni çox da bu fundamentallarla həm neft mütləq yüksələcək, dünya dağılacaq belə bu hekayələr qorxu hekayələrdir və çox yersiz hekayələrdir. Və qeyd etdiyim kimi mən bunu belə bazar açılmadan əvvəl dünən öz şəxsi LinkedIn və Facebook səhifəmdə də paylaşmışdım. Neftin qiyməti aşağı korreksiya edəcək və ranging qismətdə olacaq. Faktiki də hələ G7
G7 ölkələri qeyd etdiyim kimi hələ bu söhbət çıxmamış ki, G7 ölkələri belə deyək də danışıqlara gedəcəklər ki, strateji ehtiyatlarını satmağa başlasınlar. Mən sırf statistik analiz baxımından demişdim ki, trend 7 gün yaşayır və aşağı yönlü korreksiya olacaq. Buyurun, bugünkü yüksəlişini aşağı yönlü korreksiya edir ki, və hələ davam edəcəyini düşünürəm. Belə dostlar, ümid edirəm faydalı olmuşdur. Bu ümumiyyətlə bizim əsas izləməli olduğumuz faktdır. Amerikadan çıxan əmək bazarı ilə də bağlı datalar mütləq şəkildə və həmçinin də inflyasiya göstəriciləridir. Fedin faiz dərəcəsinin aşağı salması bildiyimiz kimi dolların uzlaşması qlobal bazarlarda inflyasiyanın artmasına, qızılın yüksəlməsinə uzun vədədə təsir edəcək əsas faktorlardır. Bizim fokuslamalı olduğumuz əsas nüanslar bunlardır dostlar. Əgər video sizin üçün faydalı olmuşdursa, kanala abunə olmağı unutmayın. İzləmədə qalın və daha çox videolar paylaşmağa çalışacağam. Sağ olun.